Xoş gördük, hörmətli izləyicilər. Bugün biz sizə feodal dövlətləri ilə bağlı mövzulardan, məxsusən də Şirvanşahlar mövzusuna toxunmağa çalışacağıq. Bilirsiniz ki, 25 may tarixində keçirilən 2-ci və 3-cü qruplar üzrə blok imtahanında feodal dövlətləri ilə bağlı xəritə sual düşmüşdü ki, uşaqların əksəriyyəti mövzu ilə bağlı, yəni biliyə malik olsalar, amma xəritə suallarında problemləri olduğu üçün məhz sualda səhvə, əksəriyyəti sualda səhvə yol vermişdi ki, düzdür, biz bu mövzu ilə bağlı, yəni bütöv feodal dövlətlərdən ümumi videosunu hazırlayıb YouTube kanalımıza yerləşdirmişik. Amma bugün biz bu mövzunun hissə-hissə, kiçik, yəni həcmdə izah edərək YouTube kanalımıza yerləşdirmək qərarına gəldik ki, siz də kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Demək, keçək videomuzun izahına gördüyünüz kimi bütöv Azərbaycan ərazisini xəritə təsvir etməyə çalışmışıq. Xətt dediyimiz ərazi, yəni ştrixlənmiş ərazi Şirvanşahlar dövlətinin ərazisidir. Deməli, Şirvanşahlar dövlətini zaman-zaman 3 suala idarə etmişdir ki, yəni Məziyyədlilər, Kəstranlilər və Dərbəndilər. İlk öncə Məziyyədlilərdən başlayaq ki, Məziyyədlilər sülaləsinin banisi Yezid ibn Məziyyəd olmuşdur. Yezid ibn Məziyyəd gördüyünüz 8-ci əsrin sonlarında mərkəzi Bərdə olan yarım müstəqil feodal əmirliyi yaratmışdır. Bilirsiniz ki, yəni Xürrəmlər hərəkatının nəticəsində Xürrəmlər məğlub olsa da nəticəsiz qalmadı. Belə ki, xilafət əvvəlki qüdrəti, yəni zəiflədi, bərpa edə bilmədi. Onun əyalətlərdə, ucqarlarda olan yəni əmirləri və yaxud da feodal hakimlər müstəqilləşərək öz dövlətlərini və yaxud da feodal əmirliklərini yaratdılar. Onlardan biri də Şirvanşahlar dövləti idi ki, bu dövlətin yaradan sülalənin də banisi məhz Yezid ibn Məziyyəd idi ki, məhz o Bərdədə, o da yəni Abbasilərin dövründə, məxsusən Harun ər-Rəşidin dövründə Şirvanın rəsmi hakimi olmuşdu. Ərəb xilafətinin zəifləməsi səbəbilə gördüyünüz Bərdədə yarım müstəqil feodal əmirliyi yaratdığı zaman baxımından bu 8-ci əsrin sonlara təsadüf etməkdədir. Bərdəni təyin etməyin ən asan yolu gördüyünüz Göyçə gölüdür. Göyçə gölünün cənubundan şərqə xətt çəkilir və Tərtər çayı üzərində külə yaxın yerdə məhz Bərdə şəhəri yerləşir. 859-cu ildə isə onun oğlu Məhəmməd ibn Yezid mərkəzi, yəni əmirlik mərkəzi Gəncəyə köçdü. Onların mövqeyi möhkəmləndi, nüfuzları artdı. Gəncə necə təyin edirik? Göyçə gölünün şimalına şərqə xətt çəkməklə məhz Kürün altında və yaxud da Şəki şəhərinin cənubunda məhz Gəncə şəhəri yerləşir. 861-ci ildə Şirvana gələn Məziyyədi nümayəndələri, məxsusən də Heysam bəy Xalid, Xəzərin sahilində olan Şirvan şəhərində Şirvanşahlar dövlətini yaratdığı zaman baxımından 861-1538-ci illərə əhatə etmişdir. 10-cu əsrdə isə bu dövlətin ərazisi genişlənəcək. Biz bunu xəritə üzərində izahını verəcəyik. Belə ki, Əbu Tahirin dövründə paytaxt Şirvandan Şamaxıya köçürüldü. Bu 918-ci idi və yaxud da 10-cu əsrin əvvəli, birinci yarısı idi. Eyni zamanda Əbu Tahirin dövründə ilk dəfə olaraq, yəni Xəzərin sahilindən ərazi genişlənərək Kür çayına çatdırıldı. Yəni Şirvanşahlar dövlətinin ərazisi 9-cu əsrdən fərqli olaraq 10-cu əsrin əvvəlində və yaxud da 10-cu əsrdə şərqdə Xəzər dənizi, qərbdə isə Kür çayına qədər olan Azərbaycan şimal-şərq torpaqlarını əhatə edirdi. Şirvanşahlar dövləti 10-cu əsrdə birləşdirmə siyasətə həyata keçirərək ilk öncə dedik ki, Şamaxını, sonra Bərdəni, Qəbələni, Şəkini, Tabasaranı, Dərbəndi, Şabranı özünə birləşdirərək şimal-şərq Azərbaycan torpaqlarını öz nəzarətinə keçirmiş oldu. Şəki hakimi ilə biz Dərbənd əmirliyinin ərazisini ayrı vermişik. Baxmayaraq ki, 10-cu əsrdə bu ərazilər də ona tabe edilmişdi. Amma onlar özü də məhz 9-cu əsrdə Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmış əmirlik və hakimliklər idi. Dərbənd əmirliyi 869-1075-ci ildə mövcud olub, 988-ci ildə Şirvanşahlar dövlətinə tabe edilib. Şəki hakimliyi isə o da 9-cu əsrin 60-cı ildə yaranmış, müxtəlif vaxtlarda Şirvanşahlar dövlətinin tərkibində olsa da, amma Azərbaycanın siyasi həyatında mühüm rol oynamış feodal hakimliklərdən biri idi. Şirvanşahlar dövlətinin yaranmasının Azərbaycan üçün iki mühüm əhəmiyyəti var. Bir, şimaldan gələn yadelli hücumların qarşısını alması asanlaşdı. Ən əsası da dövlətçiliyimiz, yəni Albaniya ilə itirilmiş dövlətçiliyimiz yenidən dirçəldi və yaxud da bərpa olundu. Ümumiyyətlə, dövlətçiliyimiz Manna dövləti ilə yaranmışdı. Eradan əvvəl 9-cu əsrdə, 1-ci ilin əvvəlində 590-da itirilsə də Atropatena və Albaniya dövlətlərinin yaranması yenidən bərpa edilmişdi. Albaniya dövləti süqutundan sonra itirilsə də
Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmış Şirvanşahlar dövləti də yenidən bərpa edilmişdir. Şirvanşahlar dövlətinin ictimai siyasi quruluşuna gəldikdə feodal monarxiya dövləti idi digər dövlətlərimizlə yanaşı və yaxud onlar kimi dövlətin başına qeyri-məhdi hakimiyyətə malik şah dururdu. Hakimiyyət irsən ötürülürdü, yəni atadan oğula keçirdi. Oğul varis yoxdursa qardaşa keçirdi. Dövlətdə mühüm rol oynayan vəzir vəzifəsində çox vaxt məhz irsən, yəni şah hakimiyyəti ilə yanaşı çox vaxt irsən keçirdi. Vəzir saray işlərində və yaxud dövlətin idarəsində Şirvanşahlardan mühüm rol oynardı. İnzibati cəhətdən Şirvanşahlar dövləti yəni vilayətlərə bölünürdü. Vilayətləri isə şahzadələr idarə edirdi. Şahzadə gələcək varisə deyilir və yaxud da sülalə üzvlərinə deyilirdi. Ordu isə əsasən süvarilərdən ibarət idi. İki hissəyə bölünürdü. Şahın xüsusi qoşunları, bir də ona tabi olan feodalların qoşunlarından ibarət idi. Növbəti dərsimiz məhz Sacilər dövləti olacaqdır.